Hə, görürsən? 1, 2, Tadırdayım ama. başım aynasızdır. Deməli, indi baxaq, sinus 30 dərəcə. İndi bunu bildik. İndi bir dənə sinus y-ə bərabər. Baxaq görək kosinus nəyə bərabər? Yazıram, kosinus alfa. Kosinus alfa bitişik katetin nəyə? Hipotenuza nisbəti. Naz özün də bax, sonra yazmadım. X-in nəyə nisbəti? 1-ə. Yazıram, X-in R-ə. R-də 1 idi axı. X-in 1-ə nisbəti. Deməli, qiymətimiz nəyə bərabər olacaq? Kosinusumuz nəyə bərabərdir? X-ə bərabərdir. Və buradan belə bir nəticəyə gələ bilərik ki, X-ə aid olan bütün xüsusiyyətlər vahid çevrədə nəyə də aiddir? Kosinusa da aiddir. İndi tutaq ki, birinci rübdə, dördüncü rübdə. X bizdə müsbət deyil, deməli kosinus burada müsbətdir. 2-də 4-də mənfidirsə, burada da mənfidir. Yəni, birinci rübdə bu bucaqda, bu X nə qədərdirsə, birdən kiçik olur da, nə qədərdirsə, deməli elə bizim kosinusumuzun qiyməti o qədər. Və yadınızda saxlayın, sinusla kosinus müsbət 1-nə mənfi 1. Bu da müsbət 1-nə mənfi 1 aralığında məhdudlaşıb. Yəni, mənfi 1-dən kiçik qiymətlər ola bilməz, müsbət 1-dən böyük qiymətlər ola bilməz. Məsələn, yazıram, sinus 300, məsəl üçün 70 dərəcə və yaxud 380 dərəcə və yaxud 10.000 dərəcə, 1 milyon dərəcə. Bunun qiyməti nə ilə nəyin arasında olacaq? Mənfi 1 ilə müsbət 1 arasında məhdudlanıb. Bu sinusla kosinus aiddir. Deməli, həm sinusumuz, həm kosinusumuz nə ilə nəyin arasında olacaq? Müsbət 1 ilə mənfi 1 arasında məhdudlanıb. Müsbət 1 də ala bilər, mənfi 1 də ala bilər. Bu bucaqlara görə də dəyişir. İndi gəlin, burada baxaq görək bucaqlarımızda bucaqların qiymətləri necədir? İlk olaraq bir asan qaydanı öyrədim sizə. Yazıram buradan cədvəli. Çəkirəm burada cədvəli. Baxın, yazıram sinus x, kosinus x, tangens x, kotangens x. İndi bu trigonometri funksiyalardır, bu da bucaqlarımız. Yazıram 0 bucaq. Yazıram 30 dərəcə, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə, bu 90 dərəcə, 180 dərəcə. İndi gəlin bunları necə tapırıq, onu öyrədim sizə. İlk olaraq sinusu. Birinci asan qaydasını öyrədəcəm sizə. Bax, sinusların hamısını belə çəkdim. Çəkəndən sonra nə edirsən? Çəkəndən sonra əsas 90-a qədərdir, 180 aid deyil. 180-in indi qiymətləri var. Bax, 90-a qədər çəkdim. İndi yazıram. Hamısının məxrəcinə 2 əlavə elədir. Sürətlərinə yazırsan, kökdə 0-dırsa 0, kökdə 1, kökdə 2, kökdə 3, kökdə 4. Qiymətimiz nə olacaq? 2-də 0, bu 0-dır. Deməli, sinus 0 dərəcədə neçə alır? 0. 30 dərəcədə 2-də 1, 45 dərəcədə kökdə 2 bölü 2, 60 dərəcədə kökdə 3 bölü 2, 90 dərəcədə kökdə 2, kökdə 4 bizdə neçə deməkdir? 2. 2-ci böləndə qiymətimiz 1 edir. Qiymət 180 dərəcədə də 0 alır. Yəni, indi onu vahid çevrədə göstərəcəm sizə. İndi həmən bu qiymətləri kosinusa yazanda tərsinə yazırsan. Bax, yazırsan 90 dərəcədə nə alıb bizdə? 1, düzdür? Və yaxud da ki, indi 0 dərəcə, 90 dərəcədə 1 alıb. Bax, bu qiymətləri burada tərsini köçürdürsən. Yazırsan, indi bunun qiymətini yazaq. 1, kökdə 3 bölü 2, kökdə 2 bölü 2, 2-də 1, 0. Bax, həmən bu qiyməti burada tərsinədir. 1, kökdə 3 bölü bu, bir də bu. Ona görə, indi bunların hamısını öyrədəcəm, niyə bu belə olur, niyə bu qiymətdə bunlar tərsin olur. İndi tangens bizdə nə deməkdir? Gəlin, bir daha da təkrar qaydaq, həm təkrar qaydaq, görək, həm də yadımızdan çıxdı mı? Deməli, sinus bizdə nəyə bərabər idi? X. Yazıram, sinus alfa nə idi? Y idi, düzdür? Kosinus nəyə bərabər idi? Kosinus alfa da bizdə x. İndi gəlin, bu alfa bucağına baxaq. Bura bizdə x-dir, y-dir, bura bizdə x. İndi tangensi tapanda, tangens alfa nəyə bərabərdir bizdə? Tangens alfa, y-in x-a nisbəti, qarşı katetin kiçik katetə nisbət deyildir. Y-in nəyə nisbəti? X-a nisbəti. Y-in x-a nisbəti olacaq
sinus alfa, kosinus alfa. Yəni nəyin nəyə nisbəti? Sinusun kosinus'a. Deməli tangens nəyə bərabər oldu? Sinus bölünsün kosinus. İndi sinusu kosinus'a böləndə qiymətimiz nə alınırsa o alınır. 0'ı 1'ə böləndə qiyməti nə alınır? 0. 2'də 1'i buna böləndə, köşdə 3 bölü 2'yə böləndə qiymətimiz olacaq 1 bölünsün köşdə 3. İndi baxın, köşdə 2 bölü 2'yi köşdə 2 bölü 2'yə böləndə qiymətimiz nə alınır? 1. Bunu buna böləndə köşdə 3, ədədi 0'a bölmək olar, xeyr. Deməli, kosinus tangens 90 dərəcədə təyin olunur. İndi həmin bu qiymətləri tangeslə də kotangens bir-birinin tərsidir, belə deyim. Burada bu olacaq köşdə 3, 1, 1 bölünsün köşdə 10, tərsi də demək olmaz. Yəni tərs, sadəcə bu qiymətləri burada alır, bu qiymətlərini də bunda alır. Yəni bunu belə deyə bilərik. Bunu başa düşdünüz. İndi gəlin bunu düzbucaqlı koordinat sistemində baxaq görək. Düzbucaqlı koordinat sistemi. Tutaq ki, məsəl üçün yadından çıxırsa, onsuz da bu yaddan çıxmayacaq. Bunlardan o qədər istifadə edəcək ki, müxtəsər vurma düsturu kimidir. Yəni harda trigonometriya varsa, deməli bunlar var. O qədər istifadə edilir ki, avtomatik olaraq əzbərləyirsiniz. İndi bax, əsas mənasını başa düşün ki, yazıram indi sinus 30 dərəcəni. Sinus 30 dərəcədə 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısı deyil. Yazıram sinus alfa nədir? X-in 2x-a nisbəti. Oldu bizdə nə? Sinus 30 yazılır. Sinus 30 dərəcə nəyə bərabər oldu? 2-də 1. Yazıram indi kosinus 30. Kosinus 30 bizdə köşdə 3x-in 2x-a nisbəti deyil. Bax, köşdə 3-ün nəyə nisbəti? Buna nisbəti. Bax, sinus 30-da 2-də 1, sinus 30-da köşdə 3 bölü 2. Tangensi yazıram. Tangens 30 dərəcə. Sizə bunu heç bir müəllim belə başlamır. Sinus 30 dərəcə. Sinus 30 dərəcədə. Sinus tangensi. Tangens 30 dərəcədə. Tangens 30 dərəcədə. Bax bunu almışım. İndi görək həqiqətən alırıq mən. Tangens 30. Bitişiyin, yox, qarşıdaşının bitişiyə. Qarşıdaşının bitişiyə. 1x-in köşdə 3 bölü x-ə. O da olacaq 1 bölünsün nəyə? Köşdə 3. Sizi çaşdıra bilərlər. Bunun qoşmasına vurub köşdə 3 bölü 3 yazırlar həmişə. Yəni bunu bilin ki, bu buna bərabərdir, eyni şeydir. Bunu bildik. Kotangesdə yazmıram, yoruldum. Bunun bunların nisbətini. İndi keçək 45-ə. 45-də görsədim. Ayşə gülmə. İndi bunu bir dənə burada 30 dərəcədir. Bunu 60 dərəcə ilə də yaza bilərik. Baxın. Yatmadı. Yazaq. Sinus 60 dərəcə. Sinus 60 dərəcədə. Sinus 60 dərəcə nə deməkdir Ayşə xanım? Qarşıdakı katetin bitişiyə köşdə 3x-in 2x-ə. O da olacaq köşdə 3 bölü 2. Aydın oldu. Yazıram. İndi burada hətta belə də yaza bilərik. Məsələn, kosinusda yaza bilərik. Bunun buna nisbəti. Bu da bizdə nə verəcək? 2-də 1 verəcək. Bundan əlavə olaraq tangesdə, kotangesdə də eynidir. Qarşı katetin bitişiyə nisbəti, qarşı katetin. Yəni, bunun buna nisbəti. Kotangesdə, kotanges, bunlar da belə. Sonra burada nələr başa salacaqdır? Daha heç nə. Bunları da bildiniz. Çox şey deyəcəm. İndi bunun 45 dərəcəsini keçək. 45. Bura x. Bura olacaq köşdə 2x. Düzdür, uzaqda bilirik ki, katetlərin kvadratlar cəmi hipotenuza bərabər. Bilirəm ki, bilmirsiniz amma. Sinus 45. Sinus nə idi? Qarşıdaş katetin hipotenuza nisbəti. 1x-in köşdə 2 bölü x. Bunlar getdi. Köşdə 2 bölü 2. Deməli, sinus 45 nəyə bərabər oldu? Köşdə 2 bölü 2. Bunu kosinusla da yazsan, kosinus bitişiyin bunadır. Yenə bunun buna nisbəti eyni şey olacaq. Tangens 45 yazıram. Tangens 45 dərəcədə qarşıdaş katetin buna nisbəti. X-in x-ə nisbəti. X-in x-ə nisbətinə verəcək bizdə 1 verəcək. İndi yaxşı, deyə bilərsən, müəllim, bəs yaxşı bunları harada eləyəcək? Bunları haradan tapa bilərik? Bunu da vahid çevrədə, vahid çevrədə görsətmirəm. Deməli, bayaq dedim ha, sinus nə idi? Sinus
sinus y deməkdir, eləmi? Y harda maksimum qiymətini alır? 90 dərəcədə. Harda minimum qiymətini alır? 270 dərəcədə. Sıfırı harda alır? Elə 0 dərəcə, burada da görsən y sıfırdır da bu. Bu nöqtə ilə bu nöqtədə sıfırdır. Elə bir çevrə x nöqtəsini 180 dərəcədə kəsir. 180 dərəcədə y-imizin qiyməti nəyə bərabərdir? Sıfıra. Deməli, sinus 90 dərəcə, bir də 90 dərəcədə 1-ə bərabərdir. Sinus 270 dərəcədə -1-ə bərabərdir. Sonra sinus 0 dərəcə ilə 180 dərəcədə də yazmışam 0 dərəcədə 180 dərəcədə. Qiymətimiz nəyə bərabərdir? 0-a bərabərdir. Alqışlayın mən həvəs edirəm. Hiç bəyənmədim. Bir də bizdə sinus 15, bax burada kitabımızda var. Sinus 15 dərəcə, kosinus 75, bunları da əzbərləyirsiniz. Bunların hardan açılmasını növbət dərsimizdə öyrədəcəm. Hələ bu inik beyniniz bu qədər çox da yüklənməsin, yazırsınız. İndi bir dənə, gəlin baxaq bura. Bax, burada verir. Burada verir ki, nə bilim, sinus harada daha böyük, harada artır, azalır. Gəlin bir dənə bununla izah edeyim. Baxın, y bərabərdir sinus funksiyası. Y bərabərdir sinus x, mən kosinus başlayıram. Sinus x funksiyası. Sinus nə idi? Y, düzdür. Baxın, y birinci rübüdə, bucaq məsəl üçün deyək ki, bu 20 dərəcədir, bu 30 dərəcədir, bu 40 dərəcədir. Düzdür. Bax, y bu qədərdir. 40 dərəcədə bu qədərdir. Məsələn, 70 dərəcədə bu qədərdir. 90 dərəcədə artıq maksimum qiymətini alır. 1 santimetr, bir qiymətini alır. İndi baxın, bu 0-dan 90-a gələnə qədər bunun y-i getdikcə nə olur? Böyüyür. Düzdür? 0-dan 90-a qədər bunun y-i nə olur? Böyüdür. İndi bunun 0-dan 90-a qədər y-i böyüdüsə, deməli, bu birinci rübüdə nə oldu? Artdı. Deməli, sinus x funksiyamız. Bayaq dedim, maksimum nöqtəmiz nədir? Minimum nöqtəmiz. Sinus x funksiyasında bunun maksimum qiymətləri -1-dən -1. Yəni, bunun qiymətlər çoxluğu -1-dən -1 arasındadır. Sinus x funksiyası bucaq olaraq, yəni x-in aldığı qiymət, x-in aldığı qiymətlər nədir? Təyin olasınız, düzdür? X daxildir, mənfi sonsuzluqdan müsbət sonsuzluğa. İstədiyin qiymət yaza bilərsən. Məsələn, 720 də yaz, 800 də yaz, 900 də yaz. Hər bir qiymətində onun müəyyən bir qiyməti var. Bu nə alır? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Birinci rübüdə nə olur? Artır. İkinci rübüdə baxsaq, diqqətlə baxsaq görərik ki, y-in qiyməti getdikcə nə olur? Azalır. Üçüncü rübüdə y yenə də azalır. Dördüncü rübüdə y artıq getdikcə nə olacaq? Artacaq. Bu bizdə sinusun qiymətidir. Deməli, siz y sinus funksiyasının əsas xassələri nə oldu? Funksiya olaraq təyin oblası mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər çoxluğu -1, -1. Ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti -1-dir. Sonra bizdə sinus funksiyası birinci, ikinci rüblərdə müsbət, üst 4-də mənfidir. Sonra birinci rübdə artır, ikinci rübdə azalır, 3-də azalır, 4-də artır. Yəni bunu qrafik olaraq da çəkib göstərəcəm sizə, artır. Sonra tək funksiyadır. Yadınızda saxlayın, yeganə trigonometrik funksiya. Yeganə trigonometrik funksiya kosinusdur ki, o cütdür. Qalan hamısı təkdir. Məsəl üçün, sinusdur təkdir, tangensdir təkdir, kotangensdir təkdir. Bir dənə cüt olan hansıdır? Kosinusdur. Bunlar belə. İndi, məsəl üçün, tutaq ki, biz bu təkliyi, cütlüyü necə, harada istifadə edirik və yaxud da ki, necə olur? Məsələn, yazıram sinus -30. Biz tək funksiya nə idi demişdik? Mənfidirsə mənfi, müsbətsə müsbət. Məsələn, sinus 30-dan mənfi sinus 30 yaza bilərik. Sinus 30-u neçədə alır? 2-də 1-də. Mənfi 30-u olacaq bizdə neçə? Mənfi 2-də 1. Kosinus məsəl üçün. Kosinus
cüt funksiyadır. Mənfi 30 olmağına baxmayaraq belə biz onun kosinus 30 qiymətini yazacağıq. Köşdə 100 bölünən qiymətini yazacağıq. 2 qiymətini yazacağıq. Aydındır. Bu da bunun təhlil cütlüyü. Bir də sinus funksiyası dövrü funksiyadır. Yadınızda saxlayın inşallah. Dövrü nə deməkdir? Yoruldu. Saxla biraz. Saxla. Nə? Bunu yasaqlayın. Sahaya. Bax, dövrü funksiyadır. Dövrü funksiya nə deməkdir? Demişdik də, müəyyən bir qiymətləri, müəyyən bir dövrlərdə təkrarlanır. Məsəl üçün, bunu da yazım. Deməli, baxın, yadınızda saxlayın. Y bərabər sinus x funksiyası dövrüdür. Dövrü. 360 dərəcədən bir bu dövrüdür. Məsəl üçün, sinus tutaq ki, 30 dərəcədə 2-də 1-dir. Sinus bunun üstə 360 gəlində neçə edəcək? 390. Deməli, bu 390 qiymətində də nə alacaq? 2-də 1. Sinus, məsələn, bunun üstə bir dənə 360 gələ bilərik. 720, 750. 750 dərəcədə yenə də bunun qiyməti nə olacaq? 2-də 1 olacaq. Nə bilim, yəni bunu nə qədər 360 əlavə etsən belə, 360 çıxsan belə, yenə də ki, bizim qiymətimiz nə olacaq? Dəyişməyəcək. Hamısında nəyə bərabər olacaq? 2-də 1-ə bərabər olacaq. Aydındır Zəhra xanım? Niyə dəyişmir? Hə? Niyə dəyişmir? Dövrüdür çünki. Dövrü funksiyadır ki, məsəl üçün, bax, fəsillər. Fəsillər görsən, 4 aydan, 3 aydan, 4 aydan bir, eyni. Məsəl üçün, 1 ildən bir fəsillərimiz... 3 aydan bir növbət. Məsəl üçün, deyək ki, bu il dekabr qışdırsa, növbət dekabr yenə qışdır. Görsən, bir ildə 4 dənə fəsil dəyişir. Bu 4 dənə fəsildən başqa fəsilə keçmirik. Aydındır. Məsələn, ilimiz 12 aydan ibarətdir, düzdürmü? 12 aydan bir yenə də dəyişir. Məsəl üçün, deyək ki, indi hal-hazırda sentyabrda və ya oktyabrda bir il bundan sonra olacaq yenə də nə? Sentyabr. Və yaxud da ki, indi apreldəyik, düzdür? Aprelddə isə bir il bundan sonra olacaq yenə nə? Aprel. Yenə 2 il sonra da yenə aprel olacaq. 10 il sonra yenə də nə olacaq? Aprel. Bu da dövrüdür də. Elə bunun da dövrü 360-dır. 30-da 2-də 1-dirsə, 360-da 360-da. Bunun üstə 360 gəldi 390. Yəni 390-da yenə də 2-də 1-dir. İndi gəlin bunun qrafikini çəkib bir grafiklə də görsədim. Bax, bunun grafiki y bərabərdir 1 düz xəttindən. 1 düz xəttindən. Bir də y bərabər mənfi 1 düz xəttindən. Qoy bir şey çəkim. Sərdə olsun. Ayşə, görürsən, bildiyin də yazılmaz. Bilmirəm bax. Bax, bu bir düz xəttidir. Bu da bizdə mənfi bir düz. Yəni, bu düz xətlər arasında, indi mən bu düz xətti bir deyəcəksəm, mən kəsişirim, yaxşı. Bu düz xətlər arasında qiymətlər var. Məsələn, bir düz xətti ilə mənfi bir düz xətti arasında qiymətlər var. İndi bax, tutaq ki, burada görsən aldığın qiyməti burada da alır. Bax, bunun bir dənə bu aşağı gəlməyi 90 dərəcə deməkdir. 90, 180, 270, 360. 360 dərəcədən sonra nə oldu? Yenə eyni qiymət. Yenə də bax, bir dənə 360-dan sonra yenə eyni qiymət. Bu belə-belə gedir. Yəni, sonsuza doğru, bunun sonsuza doğru çəkə bilərik. Bunun mənim sonsudan, bundan müsbət sonsuza doğru çəkə bilərik. Baxın, bu elə bir vahid çevrədir. Vahid çevrədə 0-dan 90-a qədər. Bax, onu yazıram 90 dərəcə. 0 dərəcə. Bu 180 dərəcəmizdir. Bu 270 dərəcə, bu 360 dərəcə. Bu elə bir çevrə deməkdir. Sonra bu yenə də bir təkrarlanır, yenə bir təkrarlanır, gedə-gedə təkrarlanır, gedir. İndi baxın, 90 dərəcədə görsən funksiya maksimum qiymətini alır. 270 dərəcədə nəyə alır? Mənfi qiymətini. İndi bir o bizdə çevrilmələr var, onları da öyrədəcəm. Məsələn, 30 dərəcə bir burada alır, bir burada alır, bir burada alır, sonra bir burada alır. Onlar necə dövr edilir, onları da öyrədəcəm. Nələyib bunları öyrənim. Bunu bildiniz də, sinusun grafikində çəkdim. Kosinusda uşaqlar. Kosinusu da daha demirəm. Kosinusda eyni sinus kimidir. Sinus ancaq oxunulazıdır. Bir dənə sinusda nəyə diqqət eləmək lazımdır? Baxın, nəyə diqqət eləmək lazımdır? Burada bizdə, məsəl üçün, deyirəm sinus 15 böyükdür, sinus 20 dərəcə böyükdür. Biz nə dedik? Dedik, birinci rübüdə artanda axı.
Düzdür. Birinci rübdə nə ilə nəyin arasındaydı? 0-dan 90 dərəcə. Deməli 0-dan 90 dərəcəyə qədər bizim qiymətimiz getdikcə nə olur? Artır. Məsəl üçün, bax buradan da görə bilərik. 0 dərəcədən 90 dərəcəyə görsən artır, azalır, azalır, sonra nə olur? Artır. Aydındır. Qıraq anladır. Deməli bunlar belə. Bu sinus, kosinus, növbəti tangens funksiyasıdır, kotangens funksiyasıdır. Onlar da ki, eyni bu funksiyalar kimidir. Daha onları bir səbəbdə təşkil etmək istəmirəm. Bir dənə əsas nəyi deyim sizə? Qiymətlər çoxluğunu deyim. Ya bu kifayətdir. Məncə bu kifayətdir, o qiymətləri harada alır, onları da deyəm. Daha saxlanasın. Sağ ol, növbətdə.